Hər vaxtınız xeyirli olsun. Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi bu dəqiqələrdə Bakı məhkəmə kompleksində davam edir və növbəti baxış iclasında zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verirlər. Qeyd edək ki, bu cinayət işi üzrə çoxsaylı zərərçəkmişlər, minlərlə zərərçəkmiş və zərərçəkmişlərin hüquqi varisləri keçir. Onlar məhkəmə prosesində ifadə verirlər və məhkəmədən ədalət tələb edirlər. Zərərçəkmişlərin bir hissəsi qeyd edirlər ki, onlar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru nəticəsində zərər çəkiblər. Xüsusilə də ərazilərimiz işğaldan azad olunduqdan sonra orada aparılan bərpa quruculuq işləri zamanı çoxsaylı minalar aşkarlanır, partlayışlar baş verir və nəticədə vətəndaşlarımız həyatlarını itiriblər, zərər çəkiblər, yaralanıblar, xəsarətlər alıblar. Və ifadələrində də bildirirlər ki, aşkarlanan minaların böyük əksəriyyəti Ermənistan istehsalı olub və xüsusilə də son illər Azərbaycan ərazilərində bastırılıb. Bu da belə bir qənaət yaradır ki, düşmən 2-ci Qarabağ müharibəsindən də heç bir nəticə çıxarmayaraq ərazilərimizi minalamaqda davam edirdi. Zərərçəkmişlərin böyük bir hissəsi isə Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı yaşayış məntəqələrimizi atəşə tutması, eyni zamanda mülki vətəndaşlarımızı, mövqelərimizi atəşə tutması, müxtəlif təxribatlar törətməsi nəticəsində yaralanıblar. Onlar isə ifadələrində bildirirlər ki, düşmən həmin vaxtı mövqelərimizi, yaşayış məntəqələrini iri çaplı silahlarla atəşə tuturdu. Bu isə belə bir qənaət yaradır ki, düşmənin əsas məqsədi Azərbaycanlıları məhv etmək idi. İri çaplı silahlarla əsas hədəf götürdüyü mülki vətəndaşlarımız idi. Proses açıq keçirilir. Ruben Vardanyan hələ ki məhkəmədə ifadə verməkdən imtina edir, amma demək olar ki, o hər iclasda müxtəlif vəsadətlərlə çıxış edir. Onun vəsadətlərin böyük bir hissəsi təbii ki, qanun çərçivəsində olan vəsadətlərinin böyük bir hissəsi də təmin olunur. Qeyd edək ki, iclasda həm də zərərçəkmişlərin böyük bir hissəsi də zərərçəkmiş qismində məhkəmə prosesində əyləşirlər. Açıq keçən məhkəmə iclasında media nümayəndələri də iştirak edir. Biz bugünkü iclasla bağlı xəbərlərin növbəti buraxılışında daha geniş reportajımız olacaq ki, onda tamaşaçıları diqqətinə çatdıracaq. Hələlik isə bu dəqiqələrdə iclas davam edir və bizim Bakı məhkəmə kompleksindən bu saata çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.